Bu bizim meşhur Laçınkaya. Bugün 14 gündür ki 14 gündür bizim burada bu bulağı bərpa eləmək başlamışıq. Harun bulağı 14 gündür. 14 gün çox əziyyətlər çəkdik. Çox işlər gördük. Bütün o başından bu başına üstün açıb bulağın təmizləmişik. İndi də bax nəticə olanda adam sevinir. Bax bu bizim bulağın bugünkü günüdür. Bugün bulağa qoşmuşuq. Çox məmnuniyyətlə bulağımız artıq öz əvvəlki yerinə gəlib. Allah əməyi olanların hamısına kömək olsun. Allah dövlətimizi qorusun. Prezidentimizi qorusun. Bax bizim bu 14 gündə çəkdiyimiz əziyyətin nəticəsi bugün budur. Harun bulağı bax budur. Artıq bulaq əvvəlki yerinə bərpa eləmişik. Bu mənim son vaxtlar ən çox arzumudur ki, bulağı bura yay olmamış gətirək, cəmaət buradan yaxşı istifadə eləsin. Hal-hazırda bax, buranın dəmir var, uzun dəmir. Hələlik uşaqları göndərmişəm, onu gətirəcəklər. Bura hələlik dəmir qoyacam, filtələr demişik. Hazırlanan kimi gətirib o dəmiri götürüb filtələri düzəcəyik. Onu çatıra bilmədik. Amma bu günləri biz o tərəfdən birləşməni 6 metrlik bir 200'lük qurbanı gətirib o üzrən bu üzrü birləşdirib bulağımızı gətirib öz yerinə çıxartmışıq. Hamının tanıdığı Harun bulağı bugün çox məmnuniyyətlə bax bu cürə axır. Allah hamıya sağlam can versin. Gəlsinlər, bax bu gözəlliyi hamı istifadə eləsin. Bizə də sağlam can versin. Hamı gəlib burada bu gözəl sudan istifadə eləsin, istirahət eləsin. Burada əməyi olan Köçəriyə, Bayrama, Nahirə, Natiqə, Qəşəmə, Eltona, Salihə, Mirzağıya, nə bilim, yaddan çıxanlar da üzürlü hesab eləsinlər. İndi hal-hazırda yanımda olanlardır bunlar. Onların çox bu 14 gündə mənə o qədər onlar kömək eləyib. Axır ki, nəticə budur. Bütün hamınızın gözünüz aydın, bulağımız bu cürə gəlir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ordumuzu, prezidentimizi qorusun. Bir daha hamınıza minnətdaram. Hamınıza nuş olsun. Məmnuniyyətlə bu əziyyətimiz hamıya halal olsun. Hamınızı dəvət edirəm. Çox məmnuniyyətlə bizim bu gözəlliyə. Bir xahişim var. İndi buranı səhərdə birində gəlib hamısını təmizləyib buranı qəşəng nizama salacağıq. Gələndə zibilləməm. Kim nə qədər istəyir istifadə eləsin. Amma çox xahiş edirik bizim bu əziyyətimizi yerə vurmaq. Bu gözəlliyi zibilləməm. Zibillərimizi yığın, özümüz aparın, orada zibil yeri düzəltmişik. Xeyirlə, keyf-köylüylə. Bax bir gözəlliyi hamısı. Bax. Bugün də hamıdan üzr istəyirəm. Bax o görkəndə bir ayaq yolu gətirib orada qoymuşuq ki, xeyirlə cəmaət bir narahatçılıq olmasın gəlib gedənlərə. Çox möhtəşəm büyük bir iş görmüşük. Allah canınızı sağ eləsin. Mən
bu gözəllikləri, bizim bu işlərimizi bu 14 gündə çox məmnuniyyətlə sosial şəbəkələrdə bizim işlərimizi paylaşan ATV kanalının aparıcı jurnalisti Saadət xanıma xüsusi təşəkkürümü bildirirəm. Saadət xanım bizim bu işlərin hamısını qiymətləndirərək öz sosial şəbəkələrində çox məmnuniyyətlə, çox ürəklə paylaşır. Və bütün dostlarım adından Saadət xanıma təşəkkür edirəm. Arzu edirəm ki, o may ayında bu gözəlliklər hər yer göyərəndə gəlib bu bulağın üstündə, bu Harun bulağının, Laçın qayanın yanında yaxşı bir çəkiliş eləsin Avdalcılaqlı haqqında. Çox məmnuniyyətlə mən onu gözləyirəm. Hamınıza minnətdaram. Çox sağ olun, var olun, nuş olsun. Hamınızın halal xoşluğunuz olsun. Zəhmətiniz də hamının halal olsun. Aşağıdan axır ona göre. Bak bu işlerin hamısının başında, bak bu oğlan. Bak bu Natiqin hesabına bunu başa etmişik. Natiq, ne de bilərsən sen? Zəhmətini halal eləyirsən bu hamıya. Çünkü burada